Şuur sayı 6, yəni ayın 6-sı, 15-i və 24 dünyaya gəlmiş insanlar altılar sayılır. Bu insanlar deməli bütün insanlarda bir enerji var. Hər kəsin bir enerjisi var. Yalnız altıların iki enerjisi var. Bir, yuxarıdan aşağı müdriklik enerjisi axır altılara. Aşağıdan yuxarı seksual enerji axır. Yəni iki enerji təzahür eləyir eyni anda. Deyilir ki, əgər altı seksual enerjini yuxarı qaldırarsa, avtomatik olaraq burada pul GPS açılır. Yəni altı bilir ki, pul hardadır. Deyir ki, bu həyatda altının bir dənə problemi var. Bu da hər şeyin çoxluğundandır. İkinci problemi emosionaldır həddən çox. Atın özündə dünyaya gəliblər. Həddən çox emosionaldır. Və yenə də bu sülçayda deyilir ki, bu elmə görə, yəni Qurandan falan dəlillər zəhmət olmasa yazmasınlar. Quranda deyil bu, sülçay elminə görədir. Bu elmə görə Allah Taala üçləri dəstəkləyir. Ya da yaradan üçləri dəstəkləyir deyək. Beşin dili ilə danışır. Çox maraqlıdır bu. Yəni beşlərin dili ilə bəzən bizə nəsə eşitdirilir. Niyə? Beş kommunikasiyada axı daim yeni insanlar tanıyır. Beşin fikri ilə fikrinə nəsə gəlir və bizə nəsə deyir. Mənim dostlarımda var. Bəzən elə şeylər deyir, mən bu kapasitəsində deyil bunu demək mənə. Və yaxud da bu bunu hardan bilirdi ki, mənə bunu dedi. Nəsə bizə eşitdirilir. Altıları sevir. Allah Taala altını sevir. Sevmək yalnız sözdə deyil. Yəni mən özüm şuur sayı 6-yam. Davamlı olaraq, yəni eyni 5-də 5 ilə 6 bənzəyir. Fərqləri nədədir? 5-in bütün emosiyası alınıb 6-ya verilib, 6-nın bütün məntiqi alınıb 5-ə verilib. 6-nın məntiqi ardıcıllığı yoxdur, xaosdadır. 6 rahatdır, mənfidə tənbəldir. Nəfs vektoru yönəlib sevgiyə, nəfs vektoru yönəlib komforta. Öz komfortuna ki, mənim üçün komfortda olsun. İnsanları bölür, komfortlu və komfortsuz insanlara. Avtomatik olaraq və deyilir ki, 6 xanım yaxasında brilyant daşımalıdır. Brilyant olsa daha yaxşı olar. Xanım, bəylərdə yox. Yaxasında brilyant olmalıdır. 6 deyir, bəy və ya xanım turizmdə işləsə yaxşı olar. Hər hansısa bir yuvelirli mağazada, zərgər mağazasında işləsə yaxşı olar. Qırqızılın içində olmalıdır. 6 deyilir ki, əgər çox işləyirsə, ayaqları bağlanır. Fiziki işdə çox olmalı deyil. Ayaqları ağrımağa başlayır. Demək ki, ayaqları ağrıyırsa, demək ki, 6 olmalı olduğu yerdə deyil. Artıq ayaqları ağrıyırsa, ayaqdan başlayır göstərməyə birinci olaraq problemlər. Və şuur sayı 6-lar daha çox yaradıcılıqda, yaradıcı insanlardır. Onlar da eyni şey olaraq. Yəni mən sadəcə Alla Pugaçova 6-dır. Araşdıranda, baxanda. 4-lərə misal üçün baxırdım. Lenin 4-dür. Şey yaradır. Çevriliş. Yəni qaldırıb çevriliş. 4-lər çevriliş eləyir. Novatordur. Yəni razılaşmadı, çevriliş elədi, düzgünlüyü bərpa elədi. Çox mükəmməl bir sistem qurulub. Yəni insanların enerjiləri üzərində inanılmaz bir sistemimiz var yəni. 6 ilə bağlı planet Veneradır. Dediyim kimi 2 enerji bir yerdə axır. Altlara bir çox insanların paxıllıqları tutur. Mən bir dəfə masterclass verirəm. Masterclassda bir nəfər xanım ayın 23-ü dünyaya gəlib deyir, ayda bir gündən qaçırtdım. Deyirəm, nəyi deyir, 24-də olmamışam da. Deyirəm, elə deyil. Hər kəsin öz güclü və zəif tərəfləri var. Altının zəif tərəflərindən, mənfi tərəflərindən biri. 6 mənfidə dolandırıcıdır. Böyük mafyozların böyük bir qismi 6-dır. Çünki 6 qanun tanımır. Və deyilir ki, 3 6-nı məhv eləyir. 3 analizdir. 3 soyuqdur, 3 dedektivdir. 6 isə qanun tanımır. 3 6-nı məhv eləyir yox. 3 6-nı tapır həmişə. 3 6-nı tapır? Tapır. Yoxsa məhv eləyir? Yox, tapır. Tapır necə? Yəni 6 həmişə şeydə axı, mafiyadır. OPG-dir. Davamlı olaraq mafiyaya uyğun olacaq hərəkət eləyəcək. Aytlı deyir ki, yəni bu mənimdir. Əgər mən bunu normal yolla alamıramsa, qanunsuz yolla alacağam. Böyük bir, yəni mən araşdırmalarında böyük bir mafiyalar 6-lardır. Böyük bir mafiyalar. 3-də nədir? Polisdir, dedektivdir. Analiz eləyir, tapır. Tapır, tutur. Ümumiyyətlə, sistem şeyin həmişə dağıdır. Komfortu. Sistem komfortu dağıdır. Ona görə də 3-6 bir insanda olanda beyində konflikt. Və yaxud da 6-3 olanda. Adam həm istəyir sistemli olsun, missiya deyir ki, yat. Alınmıraq. Konflikt başlayır beyində. Ona görə də insanlar başlayır dağılmağa.